Salam hörmətli izləyicilər, bir də xoş gördük. Bugün biz sizə test bankımızın nümunəsində, yəni yeni ümumi sınavımızı izah etməyə çalışacağıq. Yəni məqsədimiz MİQ və sertifikasiya hazırlaşan həmkarlara və abituriyentlərə dəstək olmaqdır. Siz də kanalımıza abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Demək keçək sınavımızın izahına. Birinci sual belədir. Deməli, Manna dövlətinə aiddir. 9-cu əsrdə meydana gəlmişdir. Xeyr, eradan əvvəl 9 olmalı idi. İmperiyanın parçalanması nəticəsində yaranmışdır. Xeyr, vilayətlərin birləşdirilməsi nəticəsində eradan əvvəl 8-ci əsrin əvvəlindən hökmdar hakimiyyəti esən keçməyə başlamışdır. Xeyr, sonlarından, yəni İranzun dövründən Babil ərazilərə yürüş etmişdir. Xeyr, Babillə mübarizədir. Mədəniyyəti əsasən Məricdə və digər şəhərlərdə aşkar edilən nümunələr əsasında öyrənilmişdir. Yeni dəstə əsasən məhz doğru cavab, bəli, bu da E bəndi. 2. Eyler-Venn diaqramında uyğun gəlir. 18-ci yüzillikdə Səfəvilər və Rusiya imperiya çevrilmişdir. Rusiya Osmanlı ilə mübarizə aparmışdır hər ikisi. Sosial-iqtisadi cəhətdən zəifləmişdir Səfəvilər. Qərbi Avropa dövləti ilə müqavilə imzalamışdır. Əsasən bu ruslara uyğun gəlir. Məhz doğru cavab E bəndi 2. Uyğunluğu müəyyən edin. 1-ci İstanbul sülhü və Qəsr-i Şirin. Amasya sülhünü şərtlə təsdiq etmişdir. Qəsr-i Şirin 2 edəcək A. Səfəvilərin 16-cı əsrin tarixinə aiddir. Bəli, 1590-da imzalanıb Səfəvi, yəni 1-ci İstanbul, bir gedəcək B. Şah 1-ci Abbasın imzaladığı sonuncu sülh müqaviləsi xeyr, aidiyyəti yoxdur. D-də İrəvan şəhəri Səfəvilərdə qalmışdır. Bəli, olacaq B bəndi. Osmanlılarla Ruslar arasında yəni Azərbaycan torpaqlarının bölüşdürülmüşdür. Peterburq sülhü ilə xeyr, İstanbul sülhü ilə 1724. Şirvan bəylər və Həsən Əli xan öldürülmüşdür. Hacı Davud üsyanının qələbəsi nəticəsində xeyr, Cartlılar üsyanı nəticəsində. 18-ci əsrin 20-ci illərin sonlarında İsfahan şəhərini tutmuşdur. Əfqanlar xeyr, 18-ci 20-ci illərin sonlarında yox, əvvəlində, yəni 1722-də. Şirvanda Səfəvilərə qarşı ilk dəfə üsyan qaldırmışdı Hacı Davud yox, yəni 1547-də Əli Qasım Mirzə, 1578-də isə yeni bir üsyan idi. Yəni burada deyir ki, verilənlərdən hissəsi doğru uyğunlaşdırılmışdır. Heç birisi. Məhz doğru cavab C bəndidir. İrəvanda müəllimlər seminariyasının açılması 1881, Milli Teatrın əsasının qoyulması 1873, Qafqaz Savaşının ilk dəfə ləğv edilməsi 1883, Difa Partiyasının yaradılması 1906 olacaq. Deməli 2, 1, 3, 4, deməli B bəndi cavab. Xəritə sxeması əsasında hansı ərazilər haqqında doğru məlumat verilmişdir? Deməli 2 Fransadır. Reformasiya nəticəsində Avropada üstünlüyü ələ keçirmişdir. Xeyr, 30 illik müharibə olmalı idi. İkinci sırada 5-ci nömrə, deməli Almaniyadır. Ərazisi kəndi üsyanı məğlub olsa da müsbət nəticələr olmuşdur. Xeyr, mənfi nəticələr olmuşdur. 3-cü nömrədə 4 İtaliyadır. 3-cü xas yürüşündə iştirak etmiş əsas dövlətlərdən olmuşdur. Xeyr, Fransa, İngiltərə kralları və Müqəddəs Roma imperiyası idi. Bu da getdi. 4-cü nömrədə 1-ci ərazi İspaniyada 30 illik müharibə nəticəsində üsyanlar baş vermişdir. Bəli, doğru cavabdır bu. 5-ə baxırıq. 3-cü ərazi İngiltərədir. ABC müstəqilliyin ilk dövlət xeyr, Fransa olmuşdur. Məhz doğru cavab 4-dədir. Məhz E bəndi. Ordunun zəif olmasını bildikləri halda Rusiya ilə yeni müharibəyə başladılar. Əsas səbəblərdən biri kimi Krımın işğalı ilə barışmamaq və onu geri qaytarmaq idi. Mətn və tarix biliklərinə əsasən hansı bənddə verilmiş ifadəni doğru hesab etmək olar? Müharibə 1768-ci ildə başlamışdı. Xeyr, əgər Krımın geri qaytarmaq gəlirsə, artıq 1787-ci il müharibəsidir bu. Yəni başlanan Osmanlılar Avstriyanı məğlub etmişdir. Bəli, bir neçə döyüşdə məğlub etdi. Avstriya operasyonu bağlayıb çıxdı. Müharibə Buxarest sülhü ilə xeyr, 91-ci də yazısı sülhüdür. Osmanlılar Krımın müstəqilliyini tanımışdı. Xeyr, Krımın müstəqilliyi 1783-dür. Amma işğalını tanıyır Rusiya tərəfindən, onlarda əgər yazılsaydı. Rusiya Qara dənizə çıxış əldə etmişdir. Xeyr, Baltik dənizi sahillərində. Qara dəniz sahilində yeni ərazilər və əlavə ərazilər keçirilmişdir. Məhz doğru cavab B bəndidir. 8-ci sual Şimal müharibəsinə aiddir. 1700-1721-ci illərdə olmuşdur. 17-ci yüzillikdə başlamışdır. Məhz doğru cavab elə budur. 1700-cü il özü 17-ci əsrin sonudur. Resposparta məğlubiyyəti ilə başa çatmışdır. Xeyr, İsveçin. Sonunda Prut sülhü imzalamışdır. Xeyr, Nişdadır. 1721-ci ildə Rusiya Azov dənizə çıxış əldə etmişdir. Xeyr, Baltik dənizidə. Gedişində Polşa kralının öz ölkəsinə qayıtması nəzərdə tutan müqavilə imzalamışdır. Bu İsveç kralı idi. 9-cu sual. Verilənlər neçəsi klassik tamamlayır? Şah 1-ci, 2-ci, 3-cü Abbasların dövründə Osmanlı sülh müqaviləsinin bağlanması 2-ci Abbasa aid deyil.
Dövləti İsfahandan idarə etməyə başlaması 1-ci Abbasa aid deyil. Şeybanilərlə mübarizə aparması 1-ci Abbasın dövrədə qalanlarla düşmür. Cənubi Qafqazda və Dağıstanda Səfəvilərin nüfuzunun bərpa edilməsi məhz doğru cavab C bəndi, yəni məhz biri A bəndi. Uyğunluğu mənədir. İnci və xalisi torpaqları hərbi xidmət müqaviləsi verilirdi. Xeyr. 13-cü əsrdə meydana gəlmişdi. Bəli, Elxanilər dövründə sülalə məxsus torpaqları idi. Bağışlanan forması var idi. Xeyr, bu iqta aiddir. Deməli 1-ə B, 2-yə baxırıq. Klassik orta əsrlərdə verilməyə başlamışdı. Xeyr, erkən orta əsrlərdə 9-da meydana gəlib. Şah və onun ailəsi məxsus torpaqları idi. Bəli, şərti idi. Xeyr, bu da iqta aiddir. Məhz 1-ə B, 2-də B, məhz doğru cavab Y bəndindədir. Xronoloji müəyyən edin. Molla Həsənli döyüşünün baş verməsi, Pravoslav kilsəsinin yaranması. Deməli, Molla Həsənli döyüşü 1578-dir. Pravoslav kilsəsi, yəni katoliklə ayrıldı 1054-cü ildə. 4-cü İvan hakimiyyətə gəlməsi 1533-dür. Dağıstan Federal Səfəvilərdən asıla düşməsi 1510-dur. Məhz olacaq, deməli, 2, yəni 1054, sonra gələcək 4, 1510, sonra 3, 1533, sonra 1, 1578 cavab D bəndidir. Xəritədə nömrələnmiş hansı ərazi haqqında doğru məlumat verilməmişdir? 4. Rusiya və yaxud da SSR-dir. Lendiz haqqında qanunla yardım alan ikinci dövlət olmuşdur. Bəli, İngiltərədən sonra, Böyük Britaniyadan sonra, bəli, ABŞ tərəfindən. İkinci ərazi İspaniyadır. Ərazisində faşist diktatorası qurulmuşdur. Bəli, 1939-cu ildə Fransiska Frankonun rəhbərliyi altında. 3. Fransadır. Qafqaz Respublikanın tanınmasına qarşı çıxmışdır. Bəli, yəni AXC və Gürcüstan tanınması qarşı idi. 1. Deməli, İngiltərədə Hitlerin strateji cəhətdən məğlub olduğu ilk dövlət idi. Bəli, bu da doğrudur. 5. Balkan müharibəsində iştirak etmişdir. Bu, Rumıniyadır. İştirak etmək Balkan müharibələrində Serbiya, Çernogoriya, Yunanistan, Bolqaristan və Osmanlı iştirak edib. Deməli, 13-cü sual 17-ci əsrdə baş verməmişdir. İngiltərə burjuva inqilabı baş verib. Vestfaliya sülhünün imzalanması 1648 baş verib. Osmanlıda geriləmə dövrünün başlanması, bəli, 1699-da baş verib. Rusiyanın Qaradəniz sahilinə çıxış əldə etməsi, bu 18-ci əsrdə 1774-cü il. Bizim Petr Avropa bölgəsi 17-ci sonlardır. Məhz doğru cavab D bəndidir. Qaraqoyunluların iştirak etdiyi Kür döyüşünə aiddir. 15-ci yüzilin 2-ci 10 illiyində baş vermişdir. Bəli, 1412. Teymurlar məğlubiyyəti ilə yox, Şirvanşahlar məğlubiyyəti başa çatmışdır. Yəni müttəfiqlərlə birlikdə təbii ki. Qaraqoyun dövlətinin yaranması ilə nəticələnmişdir. Xeyr, bu Əsəd döyüşüdür. Gürc Sarvan müttəfiqlər məğlub edilmişdir. Bəli, cavab 1-dən 4, doğru cavabdır C bəndində. 15-ci sual. Deməli, deyir ki, burada 2 Gəncədir, 3 Şamaxıdır, 1 Qarabağdır, 5 Lənkərandır, 4 Təbrizdir. İndi baxaq görək nə istəyir. Deməli, 1-ci sırada 5-ci nömrə deməli dedik ki, Lənkəran Nadir Şahın dövründə daxili müstəqilliyə malik xanlıq idi. Bəli. 2 və 3 2 hakimiyyətli mövcud olduğu xanlıqlar idi. Bəli. Yanlış cavab istəyir bizdən. Bəli, yəni Gəncə və Şamaxı əhdi doğrudur bu. 3 Çar Rusiyası ilə müqavilə imzalamış ilk xanlıq olmuşdur. Xeyr. İlk xanlıqlar Quba və Lənkəran idi, yəni Gergiyevskidə. Deməli, 4-ə baxırıq. 3 və 5 Qubalı Fətəli xanların asılı düşmüş xanlıqlar idi. Bəli. 5 deməli, bu da getdi. 5-ci nömrədə 4-cü sual, yəni Təbrizdir. 2-ci Sammircan uğur qazandığı ilk ərazi idi. Xeyr, üsyan qaldırdığı ilk ərazi idi sadəcə. Məhz 3 ilə 5 burada səhv verilmişdir. Cavab D bəndi. Afina Qullar demokratiyasının mövcud olduğu dövrə aid deyil. Yəni 6-cı əsrin sonlarından Xronologiya döyüşünə qədər. Gümüş pulların kəsilməsinə başlaması 7-ci əsrdə bu aid deyil. Xalq yığıncağının ali qanunverici orqanizasiya olması bu aiddir. Yoxsulların vəzifə tutması bu da aiddir. Periklerin strateji seçilməsi bu da aiddir. Yunan müharibəsinin başlanması bu da görmüşdür. Bəli. Cavab A bəndidir. Birinci Dünya müharibəsinə aid hadisə nəticə əlaqəsinin neçəsi doğru verilmişdir? Ərzincan sülhünün imzalanması, Rusların şərq cəbhəsində müharibəni dayandırması, yox, Qafqaz cəbhəsində Ərzincanla müharibə dayanıb. Soma döyüşünün baş verməsi, Almanların qərb cəbhəsində üstünlüyünə son qoyulması, bu doğrudur. 1916-cı ildə bəli. Kütül Amara döyüşünün baş verməsi, Fransızların bağda tutma təşəbbüsünün yox, İngilislərin, bu getdi, hələ ki biri doğrudur. Osmanlının müharibəyə qoşulması, Dördlər İttifaqının yaranması yox, Bolqaristanın qoşulması da bu baş vermişdir. Yalnız biri, yəni biri doğrudur. Məhz D bəndi. 18-ci sual. Qobustanda mezolit dövrünə aid qəbillərdən birinə müxtəlif məişət əşyaları və ibadətlə bağlı iri daş büt
tapılmışdır. Bu onu göstərir ki, Mezolit dövründə insanlar dəfn zamanı ölülərin yanına müxtəlif əşyalar qoymuşdur. Mətndə verilənlər sübut edir. İlk dəfə dini inancların yarandığını, xeyr, yəni bu paleolit, alt paleolitdən başlamışdır. Axirət məsələ inanın mövcudluğunu bəli ki, doğrudur. Qədim insanlar tək tanrı dinə sitayiş etdiyini yox, çox tanrılı idi. Məhz doğru cavab 2-dir, D bəndidir. 18-ci yüzillikdə Şimali Amerikada İngilis hökumətinin yürütdüyü siyasətə aid deyil. Möhür qanunun ləğv edilməsi, bəli, 1765-də veri narazılığı olandan sonra bunu ləğv etdi, bu aiddir. Boston limanını bağlatmışdır, bəli, 1773-cü ildə Boston çayı qonaqlığından sonra. Ştatların nümayəndələrindən ibarət məclisin çağırılması, xeyr, bu ştatların özünə aiddir. Fransa və Holland məhsullarına yüksək gömrük rüsumu tətbiq etməklə yəni onu məhdudlaşdırmışdır, bəli. Kanada ələ keçirmişdir, bəli, 7 illik müharibədən. Məhz doğru cavab C bəndidir. Klasteri tamamlayan Aleşkert döyüşü, Muş döyüşü. Ağqoyunluların qalib gəlməsi bu Muşa aiddir. Teymurların iştirak etməsi Aleşkertə aiddir. 15-ci əsrin ikinci yarısında baş verməsi Muşa aiddir. Aleşkert 1421-də birinci yarısıdır. Mərkəzi Təbriz olan dövlətin məğlub olması, bəli, Qaraqoyun dövləti məğlub olmuşdur. Cavab D bəndidir. Şirvanşahlar dövlətinin qalib dövlətin müttəfiqi kimi iştirak etməsi bu Aleşkertdə ola bilərdi. Yəni Teymurların müttəfiqi kimi Xəllullah. Deməli, doğru cavab D bəndidir. 8-ci əsrin əvvəllərində hakimiyyətdə olması, Çin üzərinə uğurlu yürüşlər etməsi, taxta çıxması ilə Göytürk bəylər, şahzadələr arasında hakimiyyət uğrunda çəkişmələrin artması, Mərkəzi Asiyada olan türk tayfalarının tabe edilməsi. Verilənlərdən hansıları 2-ci Göytürk hökmdarı Bilgə Xaqana aid deyil? Deməli, cavab 3-dür burada. Çünki bu Gültikinin azyaşlı oğluna aiddir. Cavab B bəndidir. Hansı rəqəmləri yer dəyişməklə düzgün xronoloji alınır? İngiltərədə icra edici hakimiyyətin dövlət şurasına verilməsi 1649, ABŞ-nin müstəqilliyinin elan edilməsi 1776, Rusiyanın müqəddəs birliyə qoşulması 1886, 1686, Rusiyanın Krımı işğal etməsi 1783. Burada yəni 2 ilə 3 yerindəki cavab məhz C bəndidir. Xəritədə iştiraklanmış ərazinin tarixinə aid verilənlərdən hansıları doğrudur? Bu Şəki ərazisidir. Şəki yəni bəy hakimliyin ərazisidir. 16-cı yüzilliyin 50-ci illərində süqut etmişdir. Bəli, 1551-ci ildə Təmasib tərəfindən Elxani dövlətinin zəifləməsi nəticəsində meydana gəlmişdir. Xeyr, xilafətin zəifləməsi nəticəsində 2 ola bilməz. Şah 1-ci Təmasib tərəfindən asıla salıb, xeyr, Şah 1-ci Abbas İsmail tərəfindən asıla salıb, xristian dünyası ilə xilafət arasında strateji qalar rolunu oynamış, bu Gəncəyə aiddir. Məhz biri doğrudur, o da D bəndində öz əksini tapmışdır. Osmanlı dövlətinin durğunluq dövrünə aiddir. Köprülü Mehmet Paşanın islahata keçirib. Müqəddəs birliyin üzvlərindən mübarizə aparılıb. İlk mətbənin yaradılması geriləmə dövrüdür. Qaradəniz sahilində bir sərəncə itirməsi cavab 1-dən 2-dir, məhz B bəndidir. Xəritədə 20-ci əsrə aid hansı ərazi haqqında məlumat verilməmişdir? 3 Ərəbistandır. Ərəb-İsrail müharibəsində iştirak etmişdir. Bəli, Səudiyyə Ərəbistan iştirak edib. 5 Monqolistanın 20-ci əsrin 60-cı illərində SSR ilə sərhəd münaqişəsi baş vermişdir. Bu Çinə aiddir. Məhz 1 olmalı idi. C-yə baxırıq. 20-ci əsrin 70-ci illərində BMT-də iştirak etməyə başlamışdı. Bəli, Çin, yəni ABŞ tərəfindən icazə verildi. 2 Hindistanın qoşulmama hərəkatı əsas yaradıcılarından olmuşdu. Bəli, 1961-ci ildə Misir, Yugoslaviya və Hindistan Belqrad konferansında. 4-ə baxırıq. İrandır. 20-ci əsrin ikinci yarısında şahlıq rejimi devrilmişdir. Bəli, 1979-cu ildə. Məhz B bəndi səhvdir. Yəni doğru məlumat yoxdur. 26. Məntiqi uyğunluğu müəyyən edin. Konfutsi təliminin aid olduğu dövlət, kastaların aid olduğu dövlət, günəş və su saatının ixtira olunduğu dövlət. Erdəmə 4-cü yüzilin 20-ci illərdə Makedoniya İskəndərin hücumuna məruz qalmışdır. Kastalar 2-yə A. Asiya Hun dövləti ilə mübarizə aparmışdır. 1-ə B, 2-yə A, 1-ə B. Hetlərlə müqavilə imzalamışdır. 3-ə C. Betona ixtiyar Romaya aiddir. Məhz doğru cavab D bəndidir. Körfəz müharibəsinə aid deyil. 20-ci yüzilin 90-cı illərində baş vermişdir. Doğrudur. ABŞ-nin iştirak etməsi, bəli, dövlətlərarası münasibətdə yeni geosiyasi dəyişikliklər baş verdiyini göstərməsi, yeni dünya nizamının anlayışının yaranması
Türkiyənin NATO-ya daxil olmasında şərait yaratması xeyr. Bu Koreya müharibəsi idi. Bununla heç bir əlaqəsi yoxdur. Cavab E bəndidir. SSR-nin Əfqanistanı işğal etməsinə cavab olaraq ABŞ-nin gördüyü tədbirlərdən deyil, SSR-nin taxıl və texnologiya ixracı embargo qoyması bunu edib. 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunlarının boykot edilməsi bunu edib. Kommunizmə qarşı makkartizm hərəkətinin başlaması bu 40-cı illərə aiddir. Harry Truman dövrünə məhz doğru cavab C bəndidir. 29-cu sualda xəritədə 44 günlük vətən müharibəsi zamanı azad edilmiş ərazilərin ardıcıllığını müəyyən edin. Deməli, 1 Cəbrayildir, 5 Füzulidir, 3 Zəngilandır, 2 Qubadlıdır, 4 də Şuşadır. Deməli, 1-ci 4 oktyabrda Cəbrayildir, 17 oktyabrda Füzulidir, 1-5, deməli, 3-20 oktyabr Zəngilandır, tamamilə 22 oktyabr Ağbənd qəsəbəsi ilə, 25 oktyabr Qubadlıdır, 8 noyabrda Şuşadır. Məhz doğru cavab D bəndidir. Cədvələ əsasən uyğunluğu müəyyən edən Roma Respublikası 6-cı yüzillikdə meydana gəlmişdir. Eradan əvvəl 6-cı olmaydı, bu getdi. Atropatyan dövləti Maksimilian İskəndərlə mübarizə aparır. Xeyr, Atropat aparır, dövləti yox. Albaniya dövləti ərəblər tərəfindən müstəqilliyinə son qoymuşdur. Bəli, 3 doğrudur. Salca dövləti Xəzər dənizə ilk dəfə ticarət gəlmələri bu salarlara aiddir. Şəddadilər dövləti Salcuqlardan asıla düşmüşdür 1054-cü ildə. Məhz doğru cavab 3-dən 5-dir. C bəndi. Şimali Azərbaycanın 19-cu yüzilin 70-ci ilə tarixinə aid kənd əsasnaməsi verilməsi bəli. Mis sindikatının yaradılması 1907-dir, bu aidiyyət yoxdur. Vahid məhkəmə yaradılması 1866-dır. Neft sənayesində ilticam sisteminin ləğvi 1872-dir. 1-4-dür doğru cavab A bəndində. Qərbi Roma imperiyasının iştirak etməsi, türk dövlətlərinin qalib gəlməsi, 5-ci yüzilliyə aid olmaları, Qərbi Avropada baş vermələri, verilənlərdən hansıları Katalon və Soissons döyüşləri üçün oxşar cəhət kimi vermək olar. Deməli, Qərbi Roma imperiyası bu heç birisində iştirak etməyib. Daha doğrusu Katalonda olub, Soissonsda iştirak etməyib. Çünki 476-da süqut edib, Soissons 486-dır. Türk dövlətlərinin qalib gəlməsi, Katalon yəni Türk dövləti iştirak etsə qalib gəlməyib, Soissonsda isə türklər iştirak etməyib. Bu da ola bilməz. 5-ci yüzilliyə aid olmalı, bəli. 451, 486, 5-ci əsrdə Qərbi Avropada bəli Fransa ərazisində baş vermələri 3-dən 4 doğru cavabdır E bəndi. 33. Xəritədə fərqləndirilmiş ərazinin 19-cu yüzilin 30-cu illər tarixi üçün səciyyəvidir. Ərazi Quba ərazisidir və Quba qəzasıdır. Bakı quberniyasının əvvəl Bakı, daha doğrusu Quba qəza deyildi, 30-cu illərə qəza anlaşıldı, 40-cı illərdə meydana gəldi. Quba ərazisidir. Quba əyaləti belə deyək. Bakı quberniyası tərkibində olması 60-cı ildən olub, götürə bilmərik. Daxili muxtariyyətini qoruyub saxlaması xeyr, aidiyyəti yoxdur. 1810-dan ləğv olunmuşdu. Komendar İdarəsi yaradılmışdı. Kəndlərin federal asılılığının azad olunması bununla heç bir əlaqəsi yoxdur. 1870-ci illərdən sonra olmalı idi. Vahid məhkəmənin yaradılması 1866-da yenə də bu aidiyyəti yoxdur. Müstəmləkəçilərə qarşı üsyanların bəli 1837-38-ci cavab E bəndidir. Deməli, 34-cü suala baxırıq. İngiltərə kralının monastır mülklərini zadəganlara satması 16-cı əsrdə reformasiyanın gedişində məhz hakimiyyəti möhkəmləndirdi. Bununla bu doğrudur. Respospolita pravoslavların onların müdafiəsi hüququnun Rusiyada olduğunu qəbul etməsi bəli, doğrudur. 1686-cı ildə buna da müqəddəs bilə qoşuldu Rusiya. Osmanlıda parlamentin məclisi, yəni fəaliyyətə başlaması 1876-77 olmalı idi. 76 konstitusiyadır. Yaponiyanın Koreya və Manzuriyada şərq sağlığını təmin etməsi 1895 yox, 1945 Rus-Yapon müharibəsi nəticəsindədir. Məhz burada, yəni deyək ki, sxemdə hadisələrdən hansıları zamanı əsasında səhv verilmişdir. Məhz 3-dən 4-dür E bəndi. Dövlətin zəifləməyə başlaması, Şirvanşahların itaətdən çıxması, Həmədanın hakimi təyin edilməsi, ölkənin Monqolların hücumuna məruz qalması. Verilənlərdən hissəsi Atabəylərdən sonra dövlətin hökümdarı Ata Özbəyin, yəni Atabəy Özbəyin hakimiyyət dövrünə aid deyil. Deməli, dövlətin zəifləmə başlaması Əbubəkirdən buna aiddir. Şirvanşahların itaətdən çıxması, o da Əbubəkirin dövrünə aiddir. Həmədanın hakimi
təyin edilməsi bu Əbubəkrin dövründə hələ hökmdar deyildi. Ölkənin Monqollar hücumuna məruz qalması deyir ki, aid deyil, 3-ü. Cavab C bəndi. Yalnız 4 aiddir, 3-ü aid deyil. Deməli, 15-ci əsrin sonları Ağqoyunlu dövlətində, 16-cı əsrin sonları isə Osmanlı dövlətində oxşarlıq, Teymurlərlə mübarizə aparılması bu Ağqoyunlara düşür, amma Osmanlılara aidiyyəti yoxdur. Durğunluq dövrünün başlaması doğru cavab B-dir. Hər ikisində durğunluq dövrü, yəni 16-cı əsrin sonlarında 2-ci Səlimdən sonra Osmanlıda, Yaqubun da dövrü Ağqoyunda başlamışdı. Səfəvilər dövləti ilə müharibə aparılması Səfəvilərlə deseydi götürmək olardı, amma Səfəvi dövləti artıq Ağqoyunlu bunu görmür, çünki Səfəvi 16-cı əsrdədir. Qərbi Gürcüstan tabe edilməsi Osmanlıya aiddir, amma Gürcüstan şərqini tutmuşdu 1477-də Ağqoyunlu uzun qonşu dövlətlər apardığı müharibədə məğlub olması bu məsələn Osmanlı yəni bu aidiyyəti yoxdur, çünki Osmanlılar əsasən Səfəvilərə qalib gəliblər 1-ci İstanbul sülhü ilə. Deməli, yəni imzalayıblar sonunda. Monroe doktrinası ilə ABŞ və üçlük paktı ilə Yaponiya üçün oxşarlıq, yerləşdiyi qitədə nüfuz dairəsinin genişləndirilməsinə imkan yaratması bəli. Məhz doğru cavab A bəndidir. Çin ərazidən geniş imkanlar əldə etdi bu Washington konferansında olub ABŞ üçün. Amma Yaponiyada 19-cu əsrin sonlarında Avropada yaradılacaq nizama hərbi siyasi dəstək göstərməli. Xeyr, əksinə Avropanın qarışmamağı hər ikisində, yəni prinsipial mövqeyidir. Ölkənin xarici dövlətlər üçün qapalı vəziyyətə gətirilmələri bu Yaponiyaya aiddir. Həm də yəni Yaponiyada olub, amma üçlük paktın heç bir əlaqəsi yoxdur. Mehriban qonşu ideyalarını bəyan etmələri xeyr, yəni əksinə qonşularını işğal etməlidirlər, amma başqa qitədəki dövlətlər işlə qarışmamalıdırlar. Məhz doğru cavab A bəndidir. 38. Partiya yaradılması, ərazi muxtariyyət tələb etməsi, rəhbərlik etdiyi partiyanın şöbələrindən biri də Bakıda fəaliyyət göstərməsi, inqilaba rəhbərlik etməsi. Verilənlərdən neçəsi Ələkbər bəy Rəfibəyov və Şeyx Məhəmməd Xiyabani üçün oxşarlıq təşkil edir? 3-ü, çünki inqilabı yalnız Xiyabaniyə aiddir. Qalan amma 3-ü hər ikisi üçün oxşarlı cavab C bəndidir. Firon 1-ci Tutmosun hakimiyyət illərinə aiddir. 2-ci min ortanda hakimiyyətdə olur. 2 Misir yazısının meydana gəlməsi bu şəkildə yazdı. Yerdən 4-cü minlikdə olmuşdur. Nubiya tabe edilməsi bəli. Cənubda Nubiyanı, şimalda isə Suriya, Fələstin, Fərəd qədər ərazilər tutmuşdu. Hitlərlə müqavilə Ramzəsə aiddir. İlk piramidanın inşası daşdan bunu götürsək Cosirə aiddir. Yenidən sürət tutulması isə 3-cü tutması aiddir və yaxud da 2-ci Ramzəsə aiddir. Deməli, xəritədə fərqləndirilmiş dövlətlərin 5-ci yüzillik tarixinə aid oxşar cəhət 5-ci yüzillik. Sasanilərlə mübarizə aparılması Qərbi Romaya aidiyyəti yoxdur. Yəni Bizansı ola bilər, amma Qərbi Romaya üçün aidiyyəti yoxdur. Onlar yürüşə məruz qalması bəli, 447-ci ildə Attila Konstantinopol mühasirəyə alıb, 452-ci ildə də bəli İtaliya və ya Katalan ərazisində və s. oxşar götürə bilərik. Qullar dövlət kimi süqut etməli, xeyr, Bizans feodal dövlət kimi süqut etmişdir. 1453-cü ildə Franklarla mübarizə aparılması, yəni bu götürə bilmərik, yəni oxşar kimi. Qotlarla müttəfiq olmaları var, Katalanda Qərbi Romadır, qırmızı ilə verilmiş. 6-cı əsrdə isə Bizansda ona görə zamanla uyğun gəlmir. Məhz doğru cavab B bəndidir.